Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndi ilə işdən azad olunma hansı halda ləğv oluna bilər? Qanun nə deyir? İşə götürən Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndinə əsasən işçinin əmək müqaviləsini ləğv edərkən onun yol verdiyi konkret pozuntuları sübutlarla təsdiqləməlidir. Yəni, işdən azad etmə əmrində sadəcə həmin məcəllənin 70-ci maddəsinin C bəndinə istinad etməklə kifayətlənmək olmaz. Həmin maddə ilə qanunsuz olaraq əmək müqaviləsi ləğv edilən işçi məhkəməyə müraciət edərək işə bərpa olunma və ya həmin maddənin silinməsini tələb edə bilər. Məhkəməyə müraciət etməzdən öncə mediasiya prosesindən keçmək tələb olunur. Mediasiyada barışıq əldə edilməzsə, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək lazımdır. Mediasiya xərci 60 manatdır. Məhkəmə üçün dövlət rüsumu tələb olunmur.